Bismillah. Bürclərin 23 iyula ən doğru proqnozu və günün ən şanslı və ən gərgin bürcləri. Qoç, cəsarətli addımlar uğur gətirə bilər, yeni tanışlıqlar faydalı olacaq. Boğa, maliyyə məsələlərində ehtiyatlı davranın, gözlənilməz xərclər mümkündür. Əkizlər, ünsiyyət və danışıqlarda şanslısınız, vacib xəbərlər ala bilərsiniz. Xərsəng, ailə və şəxsi münasibətlər ön planda olacaq. Köhnə inciklikləri geridə qoymaq üçün əlverişli gündür. Şir, enerjiniz zirvədədir, iş və şəxsi həyatda diqqət mərkəzində olacaqsınız. Qız, səbir və planlı hərəkət sizi uğura aparacaq. Sağlamlığınıza diqqət yetirin. Tərəzi, sevgi və dostluq münasibətlərində xoş sürprizlər mümkündür. Əqrəb, emosiyalarınızı idarə etməyə çalışın. Tələsik qərarlar verməyin. Ox atan, yeni layihələr və səfərlər üçün əlverişli gündür. Şans sizi dəstəkləyəcək. Oğlaq, iş həyatında irəliləyiş mümkündür. Əziyyətinizin bəhrəsini görə bilərsiniz. Dolça, yaradıcılıq və fərqli ideyalarınız uğur gətirəcək. Balıqlar, intuisiya